Little Tokyo Arts District Station on First between Alameda. Qatar Şərqi Los Angeles'ın mərkəzi stansiyalarından birinə yaxınlaşır və mən yuxarı qalxıram. Qarşımda açılan geniş mənzərənin adı 100 ildən artıqdır ki, özünə məxsus xüsusiyyətləri, milli kimliyi, keçmişlə bugün arasında balansı qoruyub saxlamağa müvəffəq olmuş Kiçik Tokyodur. Yapon mədəniyyətinin Şimali Amerikadakı rəsmi, toxunulmaz parçası. Amerika Birləşmiş Ştatlarında rəsmi Yapon qəsəbəsi olan Kiçik Tokyo'nun tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Yaponiyadan gələn dənizçi ailələri məhz həmin dövrdə Los Angeles'ın cənubunda məskunlaşırdılar. Və bu proses uzun müddət davam etdi. 1941-ci ilin dekabr ayında Yaponiyanın Pearl Harbor'a hücumundan sonra Amerika Birləşmiş Ştatları hökuməti onları nəinki nəzarətə götürdü, hətta bu ərazidən çıxardı və xüsusi kampuslara yerləşdirdi və hər bir Yaponun üzərində xüsusi nəzarət metodu tətbiq olundu. Bəli, 1942-ci ildən başlayaraq şəhərin Yapon əhalisi toplanır və daxili konsentrasiya düşərgələrinə təxliyə olunurdular. Bundan sonra cənubdan çoxlu sayda Afro-Amerikalı işçi qüvvəsi müdafiə sənayesində iş tapmaq üçün məhz Los Angeles'a köçürdü yaxud köçürülürdü. İkinci böyük köçdə isə onun payı Kiçik Tokyo'nun müharibədən əvvəlki əhalisini demək olar ki, 3 dəfə artırdı. Təxminən 80 min nəfər məhz burada məskunlaşdı. Müharibədən sonra isə bir çox əvvəlki Yapon ailələri Bronzeville biznes icarələrini satın alaraq öz bizneslərini idarə etməyə başladılar. Bu isə o deməkdir ki, həmin ailələr müharibədən sonra Kiçik Tokyo'ya qaydırdılar. O ki qaldı Kiçik Tokyo adının rəsmiləşdirilməsinə 1970-ci illərdə Yapon korporasiyaları xaricdəki əməliyyatlarını genişləndirdikcə və onların bir çoxu Los Angeles'ın bölgəsində Amerika Birləşmiş Ştatları qərargahlarını qurduqca yenidən inkişaf hərəkatı başlandı. Kiçik Tokyo layihəsi adlandırılan bu hərəkat bəzi böyük Yapon banklarının filialları ilə birlikdə bir neçə yeni alış-veriş mərkəzlərinin və otellərin açılması ilə nəticələndi. İllər ötdükcə qəsəbənin etnik tərkibi də dəyişilməyə məruz qaldı. It's a long time the most population Japanese. Burada çoxlu Yapon əsilli ailələr məskunlaşmışdı. İndi o ailələrin davamçıları və yeni gələnlər burada biznes qurublar. Eyni zamanda digər ölkələrdən gələnlər də burada bizneslə məşğul olurlar. Mən bir neçə ildir bura köçmüşəm. Bugün Kiçik Tokyo əsl Tokyodan əslində fərqlənir. 4 il bundan qabaq bunu demək mümkün deyildi. Kommunikasiya sosiallıq baxımından amma indi tamam fərqlidir. Həm də ətrafda müxtəlif millətlər yaşayır. Little Tokyo about. Yeah. Yavaş-yavaş Kiçik Tokyo'nun ən məşhur məkanlarından birinə üst tuturuq. Bu məkanı yəqin ki, filmlərdən xatırlayırıq. Bu ərazi Little Tokyo'nun Yapon kəndli adlanan ərazisidir. Son dərəcə təmiz və əsl kənd əhval-ruhiyyəsi təqdim edən bir məkandır. Bir tərəfdə müxtəlif restoranlar, fast food restoranları, hansılar ki, mütləq şəkildə Yapon təamlarını təqdim edirlər. Digər tərəfdə elə gördüyünüz kimi, bax, arxamda da mağazalardır. Yəni bu mağazalarda da sırf Yapon məhsulları
təqdim olunur. Yaponiyadan bura gələn məhsullar, eləcə də burada yerli demək sənətkarlar tərəfindən, yerli fabriklər tərəfindən məhz Yapon dəbində hazırlanan geyimlər və digər aksesuarlar təqdim olunur. Digər tərəfdə isə müxtəlif deməli yaşayış obyektləri var. Amma bu ərazi həm turistləri, həm də ərazidə yaşayan Yapon əsilli Amerika vətəndaşlarını daha çox özünə cəlb edir. Hər səhər Yapon kəndindəki fast food və şirniyyat dükanlarının qarşısında bax bu cür növbə olur. Əsl Yapon təamını dadmaq üçün mən də içəri daxil oldum. Axı Yapon mətbəxinin sushidən də başqa təamları var. Japanese food, Korea donut. Just give me one. Thank you. Bəli, əsl Yapon demək yeməyidir. Korea donut. 2 cücə 3 dollardır. Baxaq görək Yapon mətbəxi necədir? Öyrəşmək lazımdır. Yapon kəndi koloritlidir. Həm yerli sakinlərin, həm də turistlərin ən çox ziyarət etdikləri məkandır. Kəndin demək olar ki, hər küncündə Tokionun ab-havasını hiss etmək mümkündür. Dükanlarda əsasən dəniz məhsullarından ibarət təamlar üstünlüyü təşkil edir. Kiçik Tokyo insanların müxtəlifliyi baxımından gözəl yerdir. Buranın əvvəlki və sonrakı vəziyyətinə nəzər salsaq, dəyişmələrin şahidi oluruq. Mən bir neçə ildir ki, bura gəlmirdim, çünki burada yaşamıram. Amma hər dəfə gələndə dəyişikliyi görürəm. Burada hətta Yapon mifologiyasından qaynaqlanan mistik əhval-ruhiyyə də var. Sintoizm və buddizmi özündə birləşdirən sakral sistem Yapon mifologiyasının özəyini təşkil edir. Bəli, Kiçik Tokyoda 3 məbəd fəaliyyət göstərir. Onlardan biri Yapon kəndinin düz yanında yerləşən Koyasan buddist məbədidir. Təəssüf ki, məbədin içərisində çəkiliş aparmağa icazə vermədilər. Bura gələn ziyarətçilər öz diləklərini kağız parçalarına yazıb, bax belə bir vəziyyətdə məbədin qarşısındakı ekspozisiyadan asırlar. Məbəddən ayrılıb yolun digər tərəfinə keçirik. Burada 1992-ci ildə yaradılmış Yapon-Amerika Milli Muzeyi yerləşir. Amma hələ 2024-cü ilin dekabrında elan edilmişdi ki, muzey 2026-cı ilin sonuna qədər bəzi pavilyonların yenilənməsi səbəbindən bağlı qalacaq. Yolun bu tayında başımızı qaldırıb baxsaq, binanın üzərində beyzbol oyunçusu Sukihei Ohtani'nin də şəklini görə bilərik. Onu da qeyd edim ki, bu divar rəsmi Kiçik Tokionun son illərdə müasir rəmzlərindən birinə çevrilib. Kiçik Tokyoya gəlmişiksə, kinodan danışmamaq mümkün deyil. Bəli, məhz bax bu dayandığım küçə bir sıra Hollywood filmlərində xüsusi çəkiliş meydançası kimi istifadə olunub. Hətta bəzi rejissorlar öz filmlərində Tokyo ilə bağlı səhnələrini də məhz bu ərazidə çəkilmişlər. Və 1989-cu ildə ekranlara çıxmış, sonralar isə məşhur kult döyüş filmlərindən birinə çevrilmiş ekran əsərlərindən biri məhz Kiçik Tokyo qəsəbəsində həsr olunmuşdur.
Yeri gəlmişkən, qəsəbənin üzərindən mütəmadi olaraq uçuş həyata keçirən polis helikopteri də nəzərimizdən yayınmır. Bunun səbəbi Kiçik Tokionun qonşuluğunda yerləşən, daha çox kriminal ab-havası ilə tanınan evsizlərin yaşadığı Skid Row qəsəbəsinin olmasıdır. Amma bu tamamilə başqa bir araşdırmanın mövzusudur. Beləliklə, Tokionun Amerika Birləşmiş Ştatlarının qərb sahillərindəki kiçik tarixi parçasındakı qısa gəzintimiz sona çatır. Bu məqamda bir faktı da söyləmək yerinə düşər. Belə ki, Tokyo ilə Kiçik Tokyo arasında 16 saat fərq var. Qədim Şərq və müasir Qərbin vəhdəti Kiçik Tokyoda daha aydın görünür. Pişik Yapon mifologiyasında və mədəniyyətində uğur rəmzi kimi tanınır. İstər burada yaşayanlara, istərsə də Kiçik Tokyonu ziyarət edənlərə Gündoğan ölkənin və onun kiçik parçasının adından dayanmadan uğur arzu edir.